Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Nərman metrosu yaxınlığından salamlayırıq sizi. Metroya piyada məsafədə yeni tikili 18 mərtəbəli premium binanın 10-cu mərtəbəsində 152 kvadrat ölçülü 4 otaqlı bir mənzil təqdim edəcəyik sizə. Mənzilimizin olduqca premium təmiri var. Tam əşyalı və texnikalı şəkildə təklif edilir. Həqiqətən hal-hazırda bazarda olan ən premium 4 otaqlardan biridir. Olduqca gözəl görüntülər var mənzildə. Təqdim edəcəyik bir-bir sizə. Giriş qapımızı görməkdəsiz. Giriş qapısından girdikdə solda mənzilin texniki otağı. Burada əsas yataq otağı yerləşir. Daxilində ayrıca olaraq sanuzellə. Burada ikinci yataq otağı. Daha sonra giriş qapısından sağda belə bir asılqanlıq, ayaqqabılıq və pufiklə əla dresuar tərtib edilib açarlıqla birlikdə. Qol hissədə qranit üstü döşəmə və lazer kəsim qranitləri görürsünüz. Burada mənzilin əsas sanuzeli yerləşməkdədir. Daha sonra mətbəx hissə və qonaq otağı. Həm qonaq otağından daxil ola bilirsiniz mətbəxə, həm də qol hissədən daxil ola bilirsiniz. Burada isə uşaq otağı yerləşməkdədir. İlk öncə başlayacağım qonaq otağından. Qonaq otağının gözəlliyini və genişliyini görürsünüz. En və uzunluq nisbəti idealdır və tam əşya ilə təchiz edilib. Yumşaq mebel dəstləri, son dövrlərin dəbinə uyğun modern tipli dəstlər yerləşdirilib. 8 nəfərlik bir yemək masası, vitraj pəncərə, lodja tipli balkon və Heydər prospekti istiqamətinə və şəhərə və dənizə əla panoram açılır qonaq otağından. Sağ və sol hissələrdə, riger girintilərdə əla şüşəli şkaflarla əla dəyərləndirilib bu hissələr. AUX markalı kondisioner yerləşdirilib, bura işıqlandırmalar, daraq işləmələr, mərmər tekstura, venesiyankalar, hər şey yüksək səviyyədə ideal tərtib edilib mənzildə. Döşəmə bambuk parketdir, TV stand yerləşimi burada nəzərə alınıb və mətbəxə TV standin sağ və sol hissəsindən daxil ola bilirsiniz. Xolda qeyd elədim, həmçinin də xol hissədən daxil ola bilirsiniz bura. Yenə geniş mətbəxi görürsünüz. Ortada 4 nəfərlik bir mətbəx masası yerləşdirilib, hansı ki bu sayı 6 nəfərliyə də çıxarmaq olardı. Olduqca geniş bir mətbəxdir. İkili, 2 qapılı Toshiba markalı bir soyuducu. Yenə şüşə hissə, sinəlik və üzəri süni mərmərlə əla işlənib. Penal hissə isə sol tərəfdə yerləşdirilib. Boş markalı mikrovanovka, boş markalı soba, əla bir mətbəx mebeli yığılıb, tam boy və olduqca geniş ölçülü bir mətbəx mebelidir. TV yerləşimi həm qonaq otağında, həm də mətbəxdə var. Növbə ilə davam edirəm. Burada mənzilin uşaq yataq otağı yerləşməkdədir. Burada da yenə tam əşya tərtibatını görürsünüz. İkili yataq yerləşdirilib. Yataq arxalıqları qubqa ilə əla bəzədilib. Gömmə qardirobu var, dörtlü qapı ilə. Olduqca geniş ölçülü qardirob mebeli və bir ədəd burada mebel yerləşdirilib. Bu mebeli həm yazı masası, həm də make-up kimi istifadə edə bilərsiniz. Yenə bu otağın kondisioneri, TV-sinə qədər hər şey tam olaraq quraşdırılıb. Digər yataq otaqlarına keçməzdən öncə mənzilin ümumi sanuzelini də təqdim edeyim sizə. Geniş ölçülü bir sanuzeldir. Sağ hissədə duş kabinisi ayrılıb. Mərkəzdə böyük ölçülü bir moydadır. Sol tərəfdə isə belə bir şüşəli şkaf və divarçı unitaz üzəri nişalarla əla bəzədilib. İndi isə əsas yataq otağını təqdim edeyim sizə. Yenə burada da genişliyi və rahatlığı görürsünüz, tam əşya tərtibatını görürsünüz. Bir balkon da burada var, şəhərə vitraj pəncərə, əla panoraması var, make-up yerləşimi, yataq yerləşimi, gömmə qardirob, TV və kondisioner yerləşimi isə sol hissədən əla düşünülüb və yerləşdirilib. Bu otağın daxilində ayrıca olaraq sanuzeli də var. Burada tam sanuzeldir. Girişdə üzbəüzdə əla bir geniş ölçülü moydadır. Daha sonra divarçı unitaz və duş kabin hissə, suşulkaya qədər hər şey tam aksesuar yerləşimi edilmiş vəziyyətdədir. Burada isə mənzilin ikinci geniş yataq otağı yerləşir. Burada da tam əşya tərtibatı edilib. Böyük ölçülü bir yataq dəsti, böyük ölçülü bir qardirob mebeli, make-up və TV yerləşiminə qədər hər şey ideal şəkildə yerləşdirilib. Belə, son olaraq texniki otağı da təqdim edeyim sizə, qiymət barədə məlumat verəcəm. Paltaryan yerləşimi məhz burada edilib. Samsung markalı bir paltaryan və əlavə texniki saxlanış yerləri var burada. Kifayət qədər geniş bir texniki otaqdır. Belə, mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdıq sizə. Nərman metrosuna piyada məsafədə
18 mərtəbəli premium binanın 10-cu mərtəbəsində 152 kvadrat ölçülü və tam əşyalı, texnikalı, lüks təmirli bir mənzil təqdim edirik sizə. Mənzilimizə start olaraq təyin edilən qiymət 595 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlar.